Salam əziz izləyicilər, Samsung markalı paltar yuyanın su qızdırıcısını yeniləyirik. Bəzən mənə verilən suallardan biri, su qızdırıcı nə üçün yanır? Su qızdırıcının yanma səbəbi bəzi pambıq paltarlardan çıxan tük və yaxud pambığın özü gedib tenə ilişdiyi üçün ten həddindən çox qızaraq yanır. Paltarları əgər diqqətli qoysanız, paltar yuyanın ömrü də uzun olar. Ondan sonra bu paltar yuyanda su giriş filtrini təmizlədim. Su giriş filtri dəhşət palçıqlı idi. Çıxardanda hətta palçıqda tulandı. Döküldü qırağa bucağa. Aşağı pompa hissəsinin zibil yerini də təmizlədik. Oradan da dəhşət çox zibil çıxdı. Necə lazımdır təmir olundu. Yeni ten quraşdırıldı. Pompa hissəsi təmizləndi. Bax, bu da pompa hissəsindən çıxan zibildir. Yuyub yerinə quraşdıracağım. Və paltar yuyanımız normal qaydada işləyəcək. Sizin də paltar yuyanla bağlı probleminiz olsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Ünvanımız Şamaxinkada yerləşir. Nömrəmiz 010 714 45 45. Zəmanətli təmir bizdədir. Budur, artıq paltar yuyanımız yerinə quraşdırıldı, işləyir. Necə lazımdır, sağ olun.